Deyir ki, insanlar zaman keçdikdən sonra adətən hər hansı bir xəstəliklərini, yaxud orqanizmdə baş verən dəyişikliklərini özləri tərəfdən yox, kimsə tərəfdən ona deyəndə artıq ciddiyyətə varırlar. Quru-quru getmirik. Bəzən günün yarısına kimi deyib gülən insanın anidən çox pis bir şəkildə motivasiyasının dəyişməsinə şahid olursan. Qapalı otaqda elə bir vəziyyətdədir ki, bayaqdan deyib gülən insan nə baş verdi? Bilirsiniz, keçmişdə yığılan travmalar üst-üstə gəlir və nəticədə həmin insan artıq yolunu itirir. Bəlkə də hər hansı bir məktəbdə, universitetdə, yaxud özəl şirkətdə bir peşə sahəsinə gedəcəkdir. Bu insanın travmaları bunun yolunu elə kəsir ki, bu insan artıq gedəcəyi yolunu itirdi və kənardan da deyirlər, sən bipolar xəstəsən. Günün yarısına kimi gah yaxşı olsun, gah pis olsun. Bu nədir belə? Və narazıçılıqlar yaranır həmin insana qarşı. İnsan daha da lorla verib sözü pisikir. Və nəticə etibarilə də bu xəstəliyi məhv etməyin bir dənə yolundan ibarətdir ki, daima olaraq özünü havaya burax. Get dəniz sahilinə, müsbət bir şeylərlə və insanların heç zaman pis bir sözlərinə əsla qulaq asma.